Salam əziz dostlar, həmkarlar. Bugünkü bizim mövzumuz təhlükəsizlik xidmətində 4D prinsipi. Obyektlərin təhlükəsizliyinin təmin edilməsində 4D prinsipi geniş yayılmış yanaşmadır və bu prinsip demək olar ki, fiziki mühafizənin əsasını təşkil edir. Öncədən vurğulayım ki, obyekt deyəndə biz hər hansı müəssisənin və ya şirkətin yerləşdiyi məkanı, onun fiziki hüdudlarını, orada yerləşən daşınan və daşınmaz əmlakını, çalışan insanları, həmçinin gəlib gedən müsafirləri, bəzi hallarda ona məxsus konfidensial və mənfi məlumatları, hətta şirkətin və ya müəssisənin reputasiyasını da nəzərdə tuturuq. 4D prinsipinin hər bir elementi obyektin qorunmasında ardıcıl olaraq işləyir. Bu prinsipi düzgün tətbiq etməklə obyektlərin təhlükəsizliyini xeyli dərəcədə artırmaq mümkündür. Gəlin hər bir D-nin izahını verməyə çalışaq. Birinci, deter, yəni çəkindirmə. Çəkindirmə hər hansı obyektin təhlükəsizliyinin təmin edilməsində ilk mərhələ sayılaraq daha çox psixoloji baryer xarakteri daşıyır. Bu mərhələ obyektə qeyri-qanuni müdaxilə etmək niyyətində olan potensial qayda pozucusunu və ya hücumçunu öz niyyətindən çəkindirmək məqsədi daşıyır. Obyektin girişi qarşısında və ya hər hansı bir xüsusi ayrılmış yerdə ayıq-sayıq keşik çəkən və ya ərazini patrul edən mühafizə xidməti əməkdaşı özü özlüyündə potensial qayda pozucusu üçün çəkindirici faktordur. Başqa sözlə, mühafizə əməkdaşı öz varlığı ilə obyektə qarşı pis niyyəti olan insanı bu niyyətdən çəkindirir. Əlavə olaraq, mühafizəçinin üzərində olan xüsusi geyim forması, radio əlaqə cihazları, texniki və xüsusi vasitələr, müşahidə kameraları, xəbər edici nişanlar, obyektin yaxşı işıqlandırılması kimi digər amillər də potensial qayda pozucusunu obyektə müdaxilə etmək niyyətindən çəkindirməlidir. Bir sözlə, obyektin ciddi şəkildə mühafizə olunmasını açıq-aşkar bildirən vizual elementlər, xüsusilə də xarici görünüşü və hərəkətləri ilə ayıq-sayıqlığı nümayiş etdirən mühafizə əməkdaşı potensial qayda pozucusunu zərərli əməldən çəkindirməlidir. Əlbəttə ki, bu vizual elementlər qorunan obyektin xüsusiyyətlərindən asılı olaraq dəyişə bilir. Bir mənalı olaraq qarşısında hündür, tikanlı məftillə təchiz olunmuş vahiməli hasarı, hər tərəfdən ona yönəlmiş müşahidə kameralarını və yaxşı fiziki formada olan mühafizə əməkdaşını gördükdə potensial qayda pozucusu öz niyyətindən çəkinir və ya daha mürəkkəb plan hazırlamaq üçün geri çəkilir. Əgər bu elementlər potensial qayda pozucusunu saxlamırsa, onda o zaman müdaxilə cəhdi edilir və bu zaman ikinci element işə düşür, yəni detect, aşkarlama. Aşkarlama icazəsiz müdaxiləni, şübhəli şəxsi və ya hər hansı şübhəli hərəkəti, davranışı mümkün qədər tez aşkarlamaq anlamına gəlir. Müdaxilə cəhdi həm təhlükəsizlik personalı, həm elektron siqnalizasiya vasitəsilə, həm müşahidə kameraları vasitəsilə aşkar edilə bilər. Növbəti digər mərhələ ləngitmə, delay. Bu elementin məqsədi müdaxilə aşkarlandıqdan sonra cavab vermək üçün daha çox vaxt qazanmaq, hücumçunun irəliləməsini yavaşlatmaqdır. Buraya hasarlar, qıfıllar, gücləndirilmiş qapılar və digər fiziki maneələr aiddir. Və sonuncu mərhələ, müdafiə, bu hücumçunun dəf etmək və ya zərərsizləşdirmək üçün aktiv tədbirləri əhatə edir və son müdafiə həddidir. Buraya artıq təhlükəsizlik personalının aktiv hərəkətləri
qayda pozucusunun saxlanılması, əgər lazım olarsa, müqavimət göstərərsə, ona qarşı fiziki gücün və ya xüsusi vasitələrin tətbiqi, hüquq mühafizə orqanlarına təhvil verilməsi kimi müdafiə taktikaları daxil ola bilər. Müdafiənin digər vacib aspekti fövqəladə halların idarə edilməsinə yönəlmiş düzgün hərəkətlərdir. Mühafizə əməkdaşları yanğın, həkimə qədər ilk yardım, silahlı basqın, sui-qəsd cəhdi və digər gözlənilməz senariyalara hazır olmalıdır. Bunun üçün əməkdaşlar müntəzəm təlimlər və simulyasiyalar keçməlidirlər. Digər bacarıqlarla yanaşı onların düzgün kommunikasiya və danışıqların aparılması kimi bacarıqlar da inkişaf etdirilməlidir. Beləliklə, mühafizədə 4D prinsipi təhlükəsizlik tədbirlərinin proaktiv fazadan, yəni preventiv fazadan reaktiv fazaya qədər əhatə edir. 4D prinsipinin hər bir elementi çəkindirmə, aşkar etmə, ləngitmə və müdafiə özü-özlüyündə bir mərhələ kimi sayıla bilər.